Konumuz Bongomya'yı kim yönetecek? Larus da artık aramızda olmadığı için kadim kitaptan faydalanamıyoruz. Herkes fikrini söylesin lütfen. Efendim isterseniz ben şey Çık yaparım. kardeşim dışarı. Hadi bak sinirleniyorum. Hadi. Dikkat ettiyseniz büyük bir sakinlikle bu konunun gelmesini bekledim. Bütün yaşadıklarımdan sonra herhalde sizler de benim... Amca. Sus artık. Abi. Var mı böyle şeylere merakın? Asla. Tamam. Bir kişi eksildi. Haşarya kraliçe olamayacağına göre. Abi ben niye olamıyormuşum ya? Haşarya, sen gelenek çağında bir kızsın. Hormonları tarafından şu anda yönetiliyorsun. Yani yarın öbür gün evlenme aşkıyla yanıp tutuştuğunda ve birini getirdiğinde biz nişan hediyesi olarak güzel ülkemizi mi vereceğiz ona? Olmaz. Ne saçma sapan bir laf bu be. O zaman sen de olamazsın. Ülkenin işgal altında olduğunu bildiğin halde biz kraliyet ailesiyiz. Bize hiçbir şey yapamazlar deyip getirmedin mi bizi Bongomya'ya? Ben onu demedim ayrıca onu Karakuzel Alp dedi. Ama prensim ne olur ne olmaz diye kanalizasyondan girelim de dedim. Hatta siz de bokun içinde ne işin var benim kapıdan girsek bizi kim tanır ki dediniz. Tanıdılar mı? Tanıdılar. Tamam o zaman largın fikrini uygulasaydık hem bok içinde kalacaktık hem yine tanınacaktık. Benim dediğim daha doğru olmuş. Neyse ki 6 aydır hiç bok içinde kalmadın abi. Hah. Aferin abi be. İşte böyle alt ağacı en çok sen hak ediyorsun zaten bence o tacı. Alt ağacını tak şöyle güzelce kral teniyor değil mi? Çık ülkeden dışarı ne kadar haydut, casus, iblis varsa topla ülkeye. Bayılırsın yap şovunu. Üf, kes sesini be. 6 aydır ülke işgal altında. Hiçbirimizin yardımı olmadan Siyon ülkeyi gayet güzel yönetti. Hatta hayatlarımızı ona borçluyuz. Bence bu tacı en çok Siyon hak ediyor. İtiraz olan var mı? Demək bir dənə uşaq var, mənə zəng elədi ki, Nailəmi, qurban olum, xahiş edirəm, yalvarıram ki, mənə kömək elə. Dedim ki, neçə yaşım var? Dedi ki, 15 yaşım var. Mən dedim ki, normal gəldi, 15 yaşında narkotik istifadəçisi görmüşəm də bu günə kimi ilk dəfə deyil. Dedim ki, neçə ildir istifadə edirsən? Dedi ki, mən qumar oynayıram, online kazino. Dedim ki, neçə vaxt oynayırsan? Dedi ki, 12 yaşımdan. Dedim, gəlirəm sizə. Yasamalda qalırdım. Mən də Yasamalda qalıram. Getdim, kvartirant qalırlar. Dedim, anan evdədir. Dedi, işə gedəcək, biraz tez gəl ki, işə gedənə kimi görüşüb, görə biləsən. Getdim, anasından söhbət elədim. Deməli, anası yalvarır, qorxa-qorxa yalvarış var. Qorxa-qorxa belə. Bir var, ürəkdən yalvarasan, Nail, qurban, bir də var, Nail, qurban, belə güzlədirsən də yalvarışı var. Bundan mən nəsə şübhə hiss elədim. Sən demə, axırda uzun söhbətdən sonra 15 yaşlı övladından ana qorxur. Bunu pul verməyəndə hər gün döyür. Övladı ananı döyür, ay kişi. Boğur, əl qaldırır. Ana yazıqda qorxur. Baxma da indi uşaq da arıq deyil, biraz canlı cəsədli uşaqdır. Qadın yazıq qorxur bundan. Deyir ki, inanırsan Nail, bunun online kazinoda oyununa görə 5.000, 6.000 manat mənim borcum var bugünkü gün. Qohuma, əqrabaya, banka, kreditlərə, iş yoldaşlarına. Heç kim də bilmir ki, mənim oğlum online kazinoda qumarbazdır deyir. Getdi o kasıb günlər. Allah nə qədər adama qonaqlıqda söz soxarlar Allah. Nə qədər ala zəng eləyəsən, nəsə istəyəsən deyə qaqaş. 15 dəqiqə əvvəl zəng eləsəydim verərdim. Nə qədər olar ala, nə qədər. Getdi o günlər, getdi. Getdi qədər. Vahtoy olmasa bir gün yas merasimi olacak. Ele bildim Rıza Mirzedi. Divandaki Allah'tan 2 gün nisye alıp Arvat o dünyadan cavanların sevincine şerik olma gelir. Divandakını zaryatkaya koyublar deyesen. Neneye o dünyadan gayip yazırlar ki gelmir. Divandaki saatlığı götürüp limit. Oğlan ele bil postu tehvil alma gelip.
Sabah Attention, this is a nation, Velvet nation, Hazabet action, action, action. Listen, attention, this is a nation. MSB Avtomatik Qapı Fabrikin. Mən artıq uzun illərdir ki, bu sahə ilə məşğul oluram və Səriban Peşə İnkişaf Mərkəzində tədris edirəm. Üç gündür tanıdığım birisi için bu kadar fedakar olamam. Belki 2 gün sonra senden ayrılmak isteyeceğim ve hayatıma devam etmek isteyeceğim. Niye başka insanları hayatımdan çıkarayım? Bana zararı yok onların. Peki bu başka insanlardan kastın eski sevgilileri. Ya hani arada bir görüştüğüm böyle insanlar, hani bir tane eski sevgilim vardı zaten. Arada görüştüğümü bize biraz aç, ne olur. Flört ettiğim sadece. Tamam. Flörtleştiğim birisi. Ondan sonra bana dediğinde ki işte madem ciddi gözle istemiyorsun falan filan mevzusu yaptı. Sadece takılalım gibi bir şey söyledi. Ben takılacak çok erkek var, senle mi takılacağım diye bir muhabbet ettim. Qarşınıza çıxaq. Afaqla onlar hər zaman keyfiyyətli musiqini təbliğ edən qonaqları verilişinə dəvət edir. Onların gizli məqamlarını sizə təqdim edir. Onların maraqlı cavablarını sizə təqdim edir. Və daha nələr. Yəqin ki, Afaqla onların tamaşaçısı olaraq artıq hər bir şeydən xəbəriniz var. Və elə biz bu minvalla da davam edəcəyik. Necə deyərlər, tutduğumuzdan əl çəkən deyilik. Çünki Afaqla onlar keyfiyyət tərəfdarıdır. Afaqla onlar Azərbaycan musiqisinin keşiyində dayanan bir komandadır. Biz də bacardığımız qədər çalışırıq ki, ən azından gözəl və keyfiyyətli işləri sizə təqdim edək. Nə qədər necə deyərlər, belə bir komandalar, belə bir verilişlər çox olsa, bir o qədər də biz musiqimizi, incəsənətimizi qoruya bilərik. Biraz çox danışdım. Yəqin ki, hər biriniz deyəcəksiniz ki, Afaq, bir neçə mövsümdür ki, sən gecə ziyafətləri ilə, gecə geyimləri ilə qarşımıza çıxırsan. Bu nə geyimdir? Bəlkə də bir çoxlarınız bu sualı verəcəksiniz. Amma bugünkü qonaqlarıma uyğun geyindim. Çünki bugünkü qonaqlarıma olan hörmət, bugünkü qonaqlarıma olan sevgi məni məcbur etdi ki, elə onlara uyğun geyinim, onlara görə, necə deyərlər, addım atım. Gəlin anonsu izləyək. Çox maraqlı, çox fərqli, öz dəstəxətli olan qonaqlarım var bugün. Yeni nəslin superstarı. His. Bizə bizdən başqa nə lazım, heç nə. Görmürəm, mənim kimi maraqlı artist. Növbəti qonağım. Proqnozları birəbir düz çıxdı. Səni hiss edirəm amma görmürəm. Superstarlığın yaş kateqoriyası yoxdur. Sən ya içində bu parıltı ilə gəlirsən, ya da gəlmirsən. Sənətini atıb aktrisa karyerasına keçərmi, müğənniliyə son qoyarsan? Qoya bilərəm. Azərbaycan musiqisinin mənfi tərəfinin inkişaf eləməyinə xidmət eləmiş 2 şəxsin adıdır bunlar. Yeni barışmısan onunla. Adımızın birgə hallanmağını istəmirəm. Özünə yığıram, özünə yazıram. Nə baş verir, nə olur deyirəm və çox da eləmişəm bunu. Oxuyarsan mehinlə. Səni sevə yaşadım mən. Səni sevə məhəbbətdən aldım həvəsini. Qonaqlarım gəlməkdə olsunlar, mən isə sizə bir xəbəri çatdırım. Son vaxtlar sənət aləmində müşahidə olunan konsert canlanması növbəti bir musiqi ziyafəti ilə davam edir. Bu dəfə sənət kitabına adını böyük hərflərlə yazdırmağı bacaran Tarzən Humay Qədimova Beynəlxalq Muğam Mərkəzində konsert verdi. Bu konsert Humay üçün adi bir musiqi gecəsi deyil idi. Bu illəri bildiyiniz kimi mənim 80 yaşı var. Çünki Biraz özgüvənlə bağlıdır. Biləm ki, yaraşı geçən üzüm var. Ona görə mən hər şey yaraşır. Verilişləri öz dekorlarınızla gedirdiniz. Bu dəfə nəsə oldu yoxdur. Niyə yoxdur?
Bezdim. Ya özüm düzəltmişəm, amma bezdim mi? Mən tez bezdirəm bir şeydən. Görsə saçımda tez-tez dəyişirəm. Ona başqa şey yenə nəsə fikirləşəcəm dekor, amma indi gül istəmədim. Bir mahnı istəyirəm seçəsiniz ki, öz oxuduğunuz mahnıların içindən deyəsiniz ki, bu mahnı sırf məhz mənim özümü xarakterizə edir. Mən daha çox sounda fikir verənəm, yəni musiqiyə fikir verirəm. O da sevə-sevə, o sevə-sevə musiqisini çox bəyənir. Yeni nəslin superstarı Hiss gəlir. Bize bizden başka ne lazım hiç ne. Aldatma, kırmızı xəttim keçmə. Seçtim seni, başkası değil hiç vecime. Senden sonra var oldum, öncesi hiç ne. Bağlandım sana birdenbire, artır o sevgim günden güne. Tam başkadı bilmem niye, izah edebilmiyorum onu dinlen niye. Gördüm hayatın her yüzünü, yeniden yaradıram özümü. Ona göre deyim indi düzünü ki seninem neyse göre koyma üzülüm. Hanı düze yak ama bize yak, kazanır burada sağ kalabilen. Kirleniptir bu dünya onsuz, yeter ki içinde ağ kalabilen. Yanmak var da yanmağın içinde, fergi varsa da kimdi bilen. Bize başka ne lazım ki, düşünmeden indi dönem. Bize bizden başka ne lazım hiç ne. Aldatma, kırmızı xəttim keçmə. Seçtim seni, başkası değil hiç vecime. Senden sonra var oldum, öncesi hiç ne. Bize bizden başka ne lazım hiç ne. Aldatma, kırmızı xəttim keçmə. Seçtim seni, başkası değil hiç vecime. Senden sonra var oldum, öncesi hiç ne. Gəlmisən, gəl görün bura. Gəl. Əli başında qalıb, ayaqdan əli saçlarında qalıb. Parik, görün parikim düşüb. Yo, mən belə eləyə bilərəm. Yo. Sönü saç deyil, öz saçlarıdır. Sənə necə gözəl yaraşır. Kulis arxasında söylədin ki, mən nə edirəm, mənə hər şey yaraşır. Üzüm deyir, elə gözəldir ki, nəzən yaraşır. Çox bəyəndim və sənə baxdım, dedim, afərin, hər kəs cəsarət eləyib belə saç düzümü eləyə bilməz. Cəsarətin var, cəsarətlisən, ifalarında bilinir. Heç sən xoş gəldin demədin mi? Xoş gəldin. Atmosferini çox bəyənirəm. Bəyənirsən? Şey də qəşəngdir, necə deyim, rənglər. Çox belə... Sən də qəşəngdir. Klassdır belə. Biz elə bax, belə gözəl bir abu havaya, belə bir gözəl məkana, gözəl sənətçilər dəvət edirik. Əyləş. Bəyəndin mənim sənin təqdimatımı? Çox super, əlasın. Yeni nəslin superstarı. Əslində mən sizə bir söz deyim, yeni nəsil söylədik, amma bunu super ulduzu, yəni yeni nəslin super ulduzu. Bunu deməkdə haqqım var, de niyə? Elə bizim ailədə, belə deyil, çox uzağa getmirəm, bizim ailədə, yəni o yeni nəsildən olan mənim yaxınlarım, mənim qardaşım qızları və yəni o yaşda olanlar, yeni nəsil olanlar səni çox bəyənirlər. Çox sağ olsunlar. Və mən hətta söyləyim ki, qardaşımın qızı o qədər səni sevir ki, hətta ağladı ki, mən niyə bugün gələ bilmədim, onu görə bilmədim. Yəni bu sözü deməkdə haqqım var. Adı nədir? Adı Sonka. Sona.
Amma mütləq görüşəcəksən ona. Benim burada yoxsan, amma mən gələcəm yanıma. Yəni doğrudan səni çox sevir, çox bəyənir və bu təqdimatı belə istəməyində haqqın var. Əlbəttə ki, hamının hər şeyə məsəl haqqı var da. Heç kimə durduğu yerdə nəsə eləmir də. Yəni sən tələb eləməlisən. Nəyə görə bunu istəyirəm? Əslində bütün dünya ulduzları, bütün ulduzlar Azərbaycan fərqi yoxdur. Yəni bir şeyi tələb eləməlidir. Tələb eləyib bir yerə gəlirlər. Amma haqqı olan bir şeyi tələb etmək lazımdır təbii ki. Yox, haqqı olmasa onsuz da heç kim ona fikir verməyəcək də. Yəni söz boşa gedəcək. Boşa gedəcək, hə. Yəni ki, məncə bunu özüm deməliyəm. Özündən başqa kənarda, yəni belə deyək də, superstar biraz o sözün, yəni super ulduz sözü ağır sözdür. Yəni ona cəsarət lazımdır, ona haqqın olsun. Haqqın da var, niyə görə? Çünki kənarda heç kimi görmürsən ki, mən təkəm deyə ona görə. Mənim olan səviyyəmdə yoxdur. Məncə yoxdur. Yoxdur. Yəni ki, yeni nəsildə görmürəm mənim kimi maraqlı artist. Fərqli, maraqlı görmürəm, yalan deməyim. Bəs sənə qədər olan nəsildə? Təbii ki, var. Kimdir sənin üçün? Tünzayla Ağayeva var. Onun həmişə Aygün Kəzbə var, Rüya Ayxan deyirlər. Onsuz da onlar var da. Onları istəmirəm demək sözünü açıq. Yəni onlar sözsüz sənin? Sözsüz təbii ki. Ona görə fikirləşirəm. Aygün Kəzimovadır, Rüyadır sözsüz. Bəzən məsələn Zülfiyə xan Babayeva, Tünzayla Ağayeva, Sevdəl Əkbərzadə məsəl üçün. Mən sənə deyim ki, sən artıq ifa etməyə başladığın zaman, o artıq populyarsan, artıq hamı səni sevir, özünü təsdiqlədin. Sən fikir verdin, sənin tərzdə ifa eləyən gənc nəslin nümayəndələri biraz artdı. Reperlərlə, məsələn, show biznesə reperlərlə işləməyi məndən oldu daha çox, yəni musiqi. Artıq bəkçilərdən də mahnı almağa başladılar, bəli. Ayaz həmişə bir dənə belə sözü var, deyirsə...看尽了繁华